Əziz qardaşlar, bildiyiniz kimi dinimizin iki təməl qaynağı vardır. Birisi Quran-ı Kərimdir, digəri isə Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin sünnət-i səriyyəsidir, hədisləridir. Amma təəssüflər olsun ki, günümüzdə cəmiyyət içərisində hədis inkarçıları adı ilə bir qrup yaranıbdır. Onlar deyirlər ki, dinin sadəcə bir qaynağı vardır, o da Quran-ı Kərimdir. Peyğəmbərin vəzifəsi sadəcə Quran-ı Kərimi çatdırmaq olubdur. Yəni, onun Allah Teala ilə Quran xaricində heç bir əlaqəsi olmayıbdır. Yəni, Allah ilə Peyğəmbərin əlaqəsi yalnız və yalnız Quran-ı Kərim kitabından ibarətdir deyirlər. İnşallah ki, bugünkü söhbətimizdə Allah Rəsulü sallallahu aleyhi və səlləmin Quran xaricində də vəhiy almasından danışmağa çalışacağıq. Təbii ki, bu tip insanlar sadəcə Quran-ı Kərim ayələri ilə nəsə bir şey isbat eləmək olar. Ona görə də Allahın kitabından çıxış eləyərək bu məsələyə toxunmağa çalışacağıq. Allah Teala gözəl bir şəkildə anlatmağı, gözəl bir şəkildə dinləyərək, dinlədiklərimizdən nəticə çıxarmağı cümləmizə nəsib eləsin. Əziz qardaşlar, ilk ayət-i kəriməmiz Əhzab surəsi 37-ci ayədir ki, Allah Teala belə buyurur, Bismillahirrahmanirrahim, Fələmmə qada Zeydun vataran zəvvəcnəkəhə. Zeyd deyir, onu boşadığı zaman biz səni onunla evləndirdik. Yəni, ayət-i kərimənin təfsiri belədir ki, Zeyd ibn Harisə adında bir səhabə yoldaşı ilə ayrıldıqdan sonra Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləm onun keçmiş həyat yoldaşı ilə ailə həyatı qurur. Bu ayət-i kərimədə isə Allah Teala'nın bilavasitə özünün onu Peyğəmbərlə evləndirdiyinə işarə edir. Amma biz Quranın heç bir ayətində ey Peyğəmbər, sən filan kəsin keçmiş həyat yoldaşı ilə evlən deyə bir ayəyə rast gəlmirik. Bu nəyi göstərir? Bu Həzrət Peyğəmbər sallallahu aleyhi və səlləmin Quran-ı Kərimin xaricində Allah Teala'dan bir əmir aldığını və bu əmrin də Quran-ı Kərimdə keçmədiyini görürük. Dolayısıyla, demək bu onu göstərir ki, Allah Rəsulunun Rəbbi ilə arasında başqa bir vəhiy olmuşdur. Bu, qeyri-mətlu vəhiy adlanır. Bunun başqa bir dəlili də vardır, yəni hədis inkarçılarına. Məsələn, Ənfal surəsi 7-ci ayə vardır. Orada Allah Teala buyurur ki, Bismillahirrahmanirrahim və iv ya'idukumullahu ihdət taifəteyni ennəhə ləkum. Yəni, Allah Teala ayət-i kərimədə buyurur ki, biz sizə iki dəstədən birini vəd etmişdik, deyir Allah Teala. Yaxşı, hədis inkarçılarına soruşsan ki, madəm ki, Quran-ı Kərim sizin dediyiniz kimi bu cür açıqdırsa, o halda o iki dəstənin hansı olduğunu bizə deyin desək, onlar bu dəstənin hansılar olduğunu bilməyəcəkdir. Çünki Quran-ı Kərimdə bu dəstələrin adı keçsə də, onlar haqqında ətraflı məlumat yoxdur. Biz bu məlumatı İslam tarixindən alırıq ki, bu dəstələrdən biri Əbu Süfyanın başçılıq elədiyi ticarət karvanı idi. İkinci dəstə isə müsəlmanlara qarşı vuruşmağa gələn 1000 nəfərlik müşrik ordusu idi. Yəni, bu ayət-i kərimədə Allah Teala müsəlmanlara vəd etmişdi ki, siz bu iki dəstədən hansı ilə vuruşsanız, biz sizə qalibiyyəti vəd edirik. Amma Allah Teala burada keçmişə işarə eləyir. Keçmişə baxdıqda isə Quran-ı Kərimin heç bir ayəsində Allahın belə bir vədinin olmadığını görürük. Dolayısıyla bu ayət-i kərimədə də Allah Teala'nın vədinin Quran xaricində olmasını bizə açıq-aşkar gözə çarpır. Bir digər ayət Təhrim surəsi 3-cü ayətə baxdığımız zaman orada belə bir ifadə keçir ki, Bismillahirrahmanirrahim və iv əsarrən nəbiyyü ilə bə'də əzvacihi hədifə deyir. Bir zamanlar Peyğəmbər zövcələrindən birinə bir sir demişdi və o sirri demişdi ki, başqa xanımları ilə paylaşmasın. Ayət-i kərimənin davamı belədir ki, Fələmmə nəbbəət bihi və əvhərəhullahu aleyhi. Yəni, deyir, o qadın sirri başqaları ilə paylaşdıqda Allah Teala bunu Peyğəmbərinə bildirmişdi. Ayət-i kərimənin davamında Allah Rəsulü sallallahu aleyhi ve sellem gedir zövcəsinin yanında deyir ki, axı mən sənə demişdim, bu sirri heç kimə anlatma. Zövcəsi çox təəccüblənir, deyir, ya Rasulallah, bəs mənim bu sirri anlatmağımı sən hardan bildin, sənə hardan aşkar oldu? O da qayıdır ki,
Qalə nəbbə'uniyəl alimul xabir. Mənə hər şeyi bilən və hər şeydən xəbərdar olan Allah Taala xəbər verdi. Yəni Allah Rəsulü sallallahu əleyhi və səlləm burada Allahdan bir xəbər aldığını deyir, amma Allahın bu şəkildə xəbər verməsinə dair Qurani-Kərimdə heç bir ayə yoxdur. Deməli bu da nəyə göstərir? Bu da Allah Rəsulü sallallahu əleyhi və səlləmin Qurani-Kərimin xaricində Allah Taala ilə bir dialoq qurduğunu göstəricisidir bizlərə eyni zamanda. Və əziz qardaşlar, bu barədə çox ayətlər var. Məsələn, Mücadilə surəsi daha doğrusu 2-ci ayət var Mücadilə surəsi. Orada belə keçir, Bismillahirrahmanirrahim. Əl-ləzīnə yuvahiruna minkum nisaihim mə hunnə umməhətihim. Deyir, zövcələri ilə zihar edənlər bilsinlər ki, onlar onların anaları deyirlər. Yəni, bu ayət-kərimənin zahiri cəhətdən baxanda insan buradan heç nə başa düşmür. Bu ayət-kəriməni anlamaq üçün Peyğəmbər sallallahu əleyhi və səlləm dövründə yaşayan ərəb toplumuna gedib çıxmaq lazımdır və zihar məhfumunun nə olduğunu araşdırmaq lazımdır. Belə ki, biz İslam tarixinə müraciət etdikdə görürük ki, zihar odur ki, Həzrət Peyğəmbər sallallahu əleyhi və səlləm zamanında kişilər qadınlara hörmət qoymurdular və onlara deyirdilər ki, məsələn, bir kişi 10 dənə, 20 dənə həyat yoldaşı olurdu. Onlardan birinə deyirdi ki, sən mənə anam kimisən deyərək, onu tam boşamış sayılmırdı, tam da onunla evli sayılmırdı. Yəni, ünsiyyətini kəsirdi, amma yazıq qadın da tam boşanmış sayılmadığına görə gedib başqa bir kişi ilə də ailə həyatı qura bilmirdi. Beləcə, orada qadınlara bu şəkildə zülm edilirdi və ayət-kərimədə də zihar termininin açıqlanması, yəni bu şəkildə izah olunur. Demək ki, nə imiş? Deyir, onların anaları deyirlər, bu şəkildə Allah Taala o edilən əməli qadağan edir Qurani-Kərimdə. Yəni, bunu Peyğəmbərimizin o dövrdə yaşayan ərəb toplumunun həyatına baxmasa heç bir şəkildə məlumat əldə edə bilmərik. Bir digər ayə vardır, Nisa surəsi 23-cü ayəsində çox gözəl bir ayət-kərimədir. Deyir ki, Bismillahirrahmanirrahim. Hurrimat aleykum ummahatukum və banatukum və axabatukum və ammatukum və xalatukum və banatul axi və banatul uxti. Bu şəkildə ayət davam edir. Ayənin tərcüməsi nədir? Tərcümədə deyilir ki, bax, sizlərə analarınız, bacılarınız, qızlarınız, xalalarınız, bibiləriniz, qardaşlarınızın qızları, bacılarınızın qızları, sonra süd analarınız, süd bacılarınız haram qılınmışdır deyir. Amma bu ayət-kərimədə nəvə sözü keçmir. Məsələn, təsəvvür eləyək ki, bir sapıq bir insan gedib nəvəsi ilə ailə həyatı qursa, təbii ki, kimisə yanına gələcək ki, mən nəvəmlə evlənmişəm, qayıb deyər ki, ona, sən yəni dəli olmuşsan, yəni sən bu nə dərəcə sapıqlıqdır ki, sən gedib nəvənlə ailə həyatı qurmuşsan. O da qayıb desə ki, bax, Qurani-Kərimə baxanda, Quranda bir insanın nəvəsi ilə evlənməsində heç bir qadağa görsənmir. Yəni, bunu bir hədis inkarçısına desə, o da qayıdıb başı aşağı qalacaq ki, həqiqətən də Quranda nəvə ilə evlənməyin qadağan olmasına dair heç bir ayət-kərimə yoxdur. Yəni, bu şəkildə bunu biz haradan görürük? Peyğəmbərimizin həyatına baxdıqda görürük ki, bu əməllər orada qadağan edilmişdir. Bir digər burada ayət-kərimə var ki, Tövbə surəsi 36-cı ayə var. Orada deyir, göylər və yerlər yaranandan bəri Allah qatında ayların sayı 12-dir. Minhə ərbəətun hurum. Bunlardan 4-ü isə haram aylardır, deyir Allah Taala. Ayət-kərimədə haram ayların adı keçsə də, haram ayların özlərinin hansı olduğunu qeyd edilmir. Biz Peyğəmbər s.ə.v-in həyatına baxdıqda bu ayların Zilqadə, Zilhiccə, Məhərrəm və Rəcəb ayları olduğunu burada şahidlik etmiş olduruq. Yəni, biz sünnətə müraciət eləməsək, adların da hansı olduğunu bilə bilməyəcəkdik. Və yaxud da burada Bəqərə surəsi 173-cü ayə var. İnnəmə harrama aleykumul məytə. Orada qeyd olunur ki, deyir, ölü əti yemək sizə haram olundu. Bəqərə surəsi 173-cü ayəsində belə qeyd olunur. Amma baxdığımız zaman bugün cəmiyyətdə insan balığı tutanda baxırsan ki, balığı tutduqdan sonra ölür, öldükdən sonra da onu yeyirik. Normalda bu ayət-kəriməyə zahiri ifadəsi ilə yanaşsaq, bir balığı yemək də bizim üçün haram olur. Amma Peyğəmbər s.ə.v onu bizə izah edir ki, burada ölü ət deyəndə əslində leş başa düşülür. Yəni, dəniz məhsulları başa düşülmür, dəniz məhsulları istisnadır. Yəni, bunu da Peyğəmbərimiz bizə öyrətmiş olur əslində. Bir digər ayət-kərimə var ki, məsələn, Bəqərə surəsi 142-ci ayədə, 142-143-cü ayəsində qiblənin dəyişdirilməsindən söhbət gedir. Yəni, məsələn, biz hədis inkarçılarını görəndə onlar deyirlər ki,
Bax, tutaq ki, Həzrət İbrahim də namaz qılıb, Həzrət Musa da namaz qılıb, nə bilim, Həzrət İsa da namaz qılıb. Amma onlar namaz qılanda Həzrət Muhammədə salavat göndərməyiblər deyir. Həqiqətən onların söylədikləri doğrudur. Məsələn, Həzrət İbrahim Muhamməd Peyğəmbərdən qabaq yaşayıbdır. O namaz qılanda Həzrət Muhammədin varlığından xəbərdar olmayıbdır. Ona görə salavat göndərməyib. Həqiqətən bu belədir. Amma onun şəriəti fərqli olub. Onun qıldığı namaz bizim qıldığımız namazdan fərqli olubdur. Və bu Bəqərə surəsi 142, 143-cü ayələrdə şəriətin dəyişdiyinə dair bizə ən gözəl dəlildir ki, Allah Teala orada qiblənin yerini dəyişdirir. Necə ki, əvvəlki peyğəmbərlər Məscid-i Aqsaya doğru qibləsini o tərəf tutmuşdusa, artıq ümmət Muhamməddən bəri nə oldu? Qiblə artıq Kəbəyə tərəf çevrilmiş oldu. Demək ki, bu şəkildə dində dəyişikliklərin edilməsi şəriətdə də bəzi dəyişikliklərin olduğunu bizə bir xəbərçiliyi verməkdədir əslində. Yəni bu şəkildə ayələrin sadalamaq da çoxdur. Yəni təbii ki, vaxtımız yoxdur onların hamısını sadalamağa. Bu şəkildə qeyd etməyimiz bəlkə də bir qismin bəlkə də bir ibrət götürməsi üçün bir nümunə ola bilər burada. Məsələn, onlar deyirlər ki, hədis inkarçıları necə olar ki, siz ancaq Peyğəmbərə doğru yönəlməyə çalışırsınız, Peyğəmbərdən nümunə götürmək istəyirsiniz. Amma biz baxdığımız zaman görürük ki, elə Quran-ı Kərimin özü bizə Peyğəmbər tərəfə yönəlməyə istiqamətləndirir. Yəni, onlarla ayət kərimə saymaq olar. Məsələn, birinci başlasaq burada Əhzab surəsi 21-ci ayət kəriməsində Allah təala buyurur ki, لَقَدْ كَانَ لَكُمْ فِي رَسُولِ اللّٰهِ أُسْوَةٌ حَسَنَةٌ لِمَنْ كَانَ يَرْجُ اللّٰهَ وَالْيَوْمَ الْآخِرِ. Deyir, Allaha və axirət gününə iman gətirənlər üçün Allah Rəsulunun həyatında bir örnək vardır. Yəni, dolayısıyla Allah Rəsulunun həyatındakı bir örnəkdən bizə misal verilirsə, demək ki, biz Peyğəmbərin həyatına baxmağımız lazımdır da. Yoxsa biz o örnəyi haradan tapa bilərik? Təbii ki, heç haradan tapa bilmirik. Çünki Quran-ı Kərimdə Həzrət Peyğəmbərin adı səhv 4 yerdə çəkilir, yəni. Başqa yerdə çəkilmir, yəni. Və yaxud da Ali İmran surəsi 31-ci ayə var ki, ayədə belə keçir. İn kuntum tuhibbunallaha fəttəbi'uni yuhbibkumullah deyir. Allah Rəsulü buyurur ki, əgər deyir, Allahı sevirsinizsə, mənə tabi olun ki, Allah da sizi sevsin. Yəni, Allahı sevirsə, mənə tabi olun deyir. Təbii ki, Peyğəmbərə tabi olmalıdır. Başqa kimə tabi olacaq ki, burada əlbəttə ki. Bir digər Haşr surəsi 7-ci ayəsi var ki, وَمَا آتَاكُمُ الرَّسُولُ فَخُفُوهُ وَمَا عَنْهُ فَانْتَهُ deyir, Allah Rəsulü sizə nəyi verirsə, onu alın, nədən sizi uzaqlaşdırırsa, ondan da çəkinin. Bu da bir digər ayətdir ki, yəni Allah Rəsulü bizə sünnəsini veribsə, biz niyə ondan çəkinməliyik ki? Axı, ayədə deyir, nə verirsə, onu alın. Yəni, Peyğəmbərimizin sözlərini biz niyə qıraq atmalıyıq ki? Bir digər ayə var ki, Əhzab surəsi 36-cı ayəsində deyir ki, وَمَا كَانَ لِمُؤْمِنٍ وَلَا مُؤْمِنَةٍ إِذَا قَضَى اللّٰهُ وَرَسُولُهُ أَمْرًا أَنْ يَكُونَ لَهُمُ الْخِيَرَةُ مِنْ أَمْرِهِمْ deyir, Allah və Rəsulu bir şeydə hökm verərsə, bir möminə yaraşmaz ki, orada başqa bir mövqe tutmuş olsun. Yəni, dolayısıyla Allah və Rəsulu keçir orada. Yəni, Rəsul da sanki Peyğəmbərimizin sünnəsində bir işarədir ki, orada Peyğəmbərimiz bir hökm verəndir. Məsələn, deyir ki, kişiyə qızıl taxmaq haramdırsa, təbii ki, bizim orada boynumuz qılıncdan incə olmalıdır ki, biz ona əməl etməyimiz lazımdır. Və bir digər ayət kərimədə deyir ki, وَمَنْ يَعْسِ اللّٰهَ وَرَسُولَهُ فَقَدْ ضَلَّ ضَلَالًا مُبِينًا yəni, deyir, kim Allaha və Rəsuluna qarşı gələrsə, deyir, şübhəsiz ki, o yolundan azmışdır. Yəni, Rəsulu sözünün burada işlədilməsi əbəs deyildi. Yəni, Quran-ı Kərim olsa təkcə, burada Allah sözünün işlədilməsi kifayət edərdi. Yəni, bir də Rəsul sözünün işlədilməsi nədir? Orada sanki Peyğəmbərin də bir rolunun olduğuna bizi göstəricidir burada. Və biz burada çox ayət kərimələr var. Nisa surəsi 65-ci ayə var. Deyir, onlar aralarında bir ixtilaf çıxdıqda, ey Rəsulum, səni ora hakim təyin etmədiksə və sənin verdiyin hökmə də deyir, tam səmimi qəlbdən təslim olmadıqca iman etmiş sayılmazlar deyir. Yəni, dolayısıyla burada Peyğəmbərimizin verdiyi bir hökmdən söhbət gedir. Amma o hökmləri biz bilməsək, təbii ki, hədisləri bilməsək, o hökmləri də biz bilə bilməyəcək əlbəttə ki. Bir digər ayət kərimə var, çox gözəl bir ayət kərimədir. Nəcm surəsi 3-cü və 4-cü ayə deyir. وَمَا يَنْتُقُ عَنِ الْهَوَى اِنْ هُوَ إِلَّا وَحْيُ يُوحَى deyir, o öz həvasından danışmaz. Onun danışığı yalnız və yalnız vəhiy ilədir. Yəni, Peyğəmbərimizin faktı ki, burada keçir ki, din barəsində nə söyləyibsə, nə danışıbsa, bunun hamısı vəhiy ilə gələn şeylərdir. Yəni, bunun təbii ki, inkar eləmək nədir? Quran ayəsini inkar eləmək deməkdir əslində. Bir digər ayət kərimə var, Nəhl surəsi 44-cü ayə var. Deyir ki, وَاَنْزَلْنَا اِلَيْكَ الذِّكْرَ لِتُبَيِّنَ لِلنَّاسِ مَا نُزِّلَ اِلَيْهِمْ deyir, ey Rəsulum, Quranı sənə indirdik ki, insanlara onlara indirilən şeyi açıqlayasan.
Yəni birbaşa olaraq Allah Taala rəsuluna insanlara endiriləni açıqlamaqla vəzifələndirir burada. Yəni bir qapı açıqdırsa, mən gəlib desəm ki, Nihat get qapını aç, onda nə olmuş olar? Mən burada yanlış bir ifadə söyləmiş olaram. Əgər qapı bağlıdırsa desəm onu ki, Nihat o qapını aç, onda bir doğru ifadə olar. Demək ki, Qurani-Kərimin də açıqlığını bu şəkildə düşünmək olar. Quran əslində açıqdır, amma insanlar onu anlama səviyyələri eyni deyil. Məsələn, təsəvvür həkim bir resept yazıbdır, o reseptdə hər şey açıq-aşkar qeyd olunubdur. Amma resepti oxuya bilmək üçün nə etmək lazımdır? Elmi insanın səviyyəsi olmalıdır. O resepti sən oxuya bilməsən də açıq olan resepti apteka aparanda oradakı insan ondan başı çıxdığına görə onu oxuya bilir. Qurani-Kərim də bu şəkildə açıqdır. Necə ki Allah Taala Duhan surəsi 58-ci ayəsində buyurur ki: "Fəinnəmə yəssərnəhu bilisanəkə" deyir peyğəmbər. Ey peyğəmbər, biz Quranı sənin dilinlə asanlaşdırdıq. Yəni Quranın peyğəmbərimizin dili ilə asanlaşdırıldığını da burada biz bu ayədə görmüş oluruq. Dolayısıyla əziz qardaşlar, bu Quranilər dediyimiz hədis inkarçılarının gətirdikləri ayələr vardır. Amma biz baxdığımız zaman əslində bu nəyə bənzəyir? Sanki bax Quranda Allah Taala nə deyir? Quranda tutaq ki,Ğaşiyə surəsi 19-cu ayəsində bizə deyir ki, siz dağların necə yaradıldığına baxmazmısınız? Əfələ yanvuruna iləl ibili keyfə xuliqat. Siz dəvənin necə yaradılışına baxmazmısınız? Yəni bizi dəvənin yaradılışına tövsiyə edir ona baxmağı. Biz üzümüzü çevirib dəvəyə baxanda hədis inkarçıları qayıdırlar ki, dəvəyə baxma, elə Qurana bax, hər şey Quranda yazılıb. Qardaşım, mən Qurana baxıram, axı Quran mənə deyir, get dəvəyin yaradılışına bax, orada Allahın böyüklüyünü gör. Sən mən niyə qoymursan ona baxmağa? Eləcə də Peyğəmbərimizin həyatından yönəltmək də bu şəkildə başa düşülməlidir. Quran deyir ki, get Peyğəmbərə tabi ol, Peyğəmbər nə verib, ona al, nədən çəkindirib, ondan çəkin. Peyğəmbəri sev, Peyğəmbərin həyatında örnək var, ona bax. Amma sən deyirsən ki, qardaş, elə Qurana bax, Peyğəmbərə baxma. Axı Quran məni birbaşa Peyğəmbərin həyatına yönləndirir. Onların bu şəkildə deməsi ona bənzəyir əslində. Onların dedikləri ayət-kərimələr var. O ayət-kərimələri təbii ki, hamısı burada desəm, bizim vaxtımız çox olacaqdır. Ona görə qısa bir şəkildə deyək, inşallah gələn dəfə söhbətimizdə onlardan danışarıq. Onlar deyir ki, ayət-kərimədə Qur'an-ı Mubin, Quran açıq-aşkardır deyir. Yəni Quran açıq-aşkardırsa bizim nə alimə ehtiyacımız yoxdur deyir, nə bilim peyğəmbərə ehtiyacımız yoxdur. Amma təbii ki, bu yanlış bir ifadədir. Çünki o mubin ifadəsi Quranla yanaşı şeytanda da keçir. Məsələn, Quran-ı Kərimdə Allah təala buyurur ki: "Ələm ərhədi ileykum ya bani Ədəmə əllə ta'budu şeytan innehu lekum aduvun mubin." Ey Adəm oğlu, şeytana tabe olma, o sənin açıq-aşkar düşmənindir. Yəni Quran-ı Kərimdə Allah Teala şeytanın açıq-aşkar bizim düşmənimiz olduğunu bilir. Hani biz şeytanı görürük. Şeytanı bizim görməməyimiz onun açıq-aşkar olmadığı anlamına gəlməz. Əslində şeytan açıq-aşkardır, amma biz onu görə bilmirik. Quran-ı Kərimi də bu şəkildə başa düşmək lazımdır. Yəni Quran-ı Kərimdə açıq-aşkardır, amma o da insanın elmi dərəcəsinə bağlı olaraq, necə ki, Ali İmran surəsi 7-ci ayəsində keçir ki, mütəşabih ayələri elmdə irəliləmiş insanlar anlayar deyə, burada sanki nədir? Elmdə dərinləşmişlərə işarə edilir. Və əziz qardaşlar, burada baxdığımız zaman görürük ki, onlar deyirlər Quran-ı Kərim açıqdır, amma baxırsan ki, gedib kimisə tərcüməsindən yapışırlar. Tərcümələrdə də fərqliliklər olur bildiyiniz kimi. Əgər Quran açıqdır, sən get birbaşa Qurana bax da, niyə kimisə tərcüməsinə baxarsan ki? Yəni burada gördüklərimiz bundan ibarətdir. Əslində bir də baxdığımız zaman əslində onların da fikirləri fərqlidir. Yəni hər özünə Qurani deyən adam, məsələn, birindən soruşsan ki, namaz neçə vaxtdır? Qayıdır deyir namaz 3 vaxtdır. Birindən soruşsan deyir 5 vaxtdır. Biri qayıdır ki, namaz sadəcə dua eləməkdən ibarətdir, namazın bir vaxtı yoxdur. Yəni biz internet zamanəsində yaşayırıq. İnternetə yazdıqda özünü Qurani adlandıran o insanların hərəsinin bir fərqli fikir səsləndirdiyini görür. Bu da nəyi göstərir? Bu da Quran-ı Kərimi hər insanın eyni şəkildə anlaya bilməyəcəyini göstərir. Məsələn, özünə Quran deyən insanlar baxırsan ki, cildlərlə təfsirlər yazıb ortaya qoyublar. Bu da nəyi göstərir? Yəni sən elə oldusa, ondan sonra Quran ayələrini qoy cəmaət oxuyub anlasın da, sən niyə insan ki, orada təfsir yazıb? Hazır mən Peyğəmbərin təfsirinə baxaram da, Quranı ən yaxşı anlayan Peyğəmbərimiz sallallahu əleyhi və səlləm burada olmuşdu, əziz qardaşlar. Əziz qardaşlar, yəni baxdığımız zaman Quranda namaz qılın deyir, namazın necə qılındığını deməz. Zəkat verin deyir, haqqun məlum. Onların malında məlum bir haqq vardır. Yəni o məlum haqqın nə olduğunu Peyğəmbərimiz bizə izah eləyir. Quran-ı Kərimdə həcc edin keçir, həccin necə ifadə olunduğunu, necə icra olunduğunu Peyğəmbərimiz bizə anladır. Yəni Peyğəmbərimizi biz qırağa qoyarsak, sanki Quranın bir qrup ayəsini inkar eləmiş olarıq, Quranın tamamını da burada anlamaqda çətinlik çəkərik. Ona görə Allah Taalaya sonda dua eləyək ki, Uca Rəbbimiz yanlış yolda olduğu halda özlərini doğru sanan insanları doğruya hidayət eləsin.
Allah Teala bizi Peyğəmbər s.ə.v-in yolundan ayırmasın. Uca Rəbbimiz Peyğəmbərimizin sünnət səriyyəsində sarılaraq axirətdə ona qonşu olmağı da cümləmizə nəsib eləsin. Və sələmun aləl mürsəlin və elhamdülillahi rabbil aləmin.